Salam uşaqlar, bu günləri 7-ci sinifin dim testindən atomun quruluşunun B variantına baxırıq. Demək, səhifə 24-də olan B variantına. Birinci sualımız belədir, uşaqlar. Bizə 3 dənə izotop verib, yəni X elementin 3 izotopunu verib. Birinin kütləsi 25-dir, 24-dür, 25-dir və 26-dır. Və 24 olan izotopun təbiətdə yayılma faizi 80-dir, 25-in 10-dur, 26-nın da yenə 10-dur təbiətdə yayılma faizi. Və bizdən deyir ki, X-in orta kütlə ədədini tapın. B olanda orta kütlə ədədini necə tapırdıq uşaqlar? Demək, 24 olan kütləsi 24 olanın təbiətdə yayılma faizi 80-dirsə, 24-ü vururduq 80-ə. Sonra o birisi 25-in yayılma faizi 10-dursa, demək üstünə gələk 25-i də vururduq ona. O birisi üçüncünün isə 26 olan kütləsinin yayılma faizi yenə 10 faizdir. 26-nı da nə edirdik? Vururduq ona. Və bu sürətdə tapdığımız cavabı 100-ə bölürdük. Bu şəkildə biz X-in orta kütlə ədədini tapırdıq. Bu hesablama hissəsində özünüz hesablayarsınız. İkinciyə baxırıq. Demək, ikincidə bizə X iyonu və Y iyonu verilib. Və deyir ki, elektronlarının sayı hər ikisində A-dır. Bax, görürük, hər ikisində A-dır elektronlarının sayı və bizdən soruşur ki, B-ni tapın. Yəni ki, X iyonunun proton sayını istəyir. Biz yola haradan çıxırıq uşaqlar? Bax, buradan. Yəni, bizə Y-in protonu məlumdur. 12 protonu var Y-in və Y-in yükü 2 müsbətdir. Əgər uşaqlar Y-in 12 protonu varsa, demək bunun neytral halda olanda, yəni Y iyon halına keçməmiş, bunun 12 protonu varsa, 12-də elektronu var və onda yükü 0 olur. Və bu, burada 2 müsbətdirsə yükü, onda demək 2 dənə elektron nə edibdir? Veribdir. Yəni, bayaq 12 idi elektronu, indi 2 elektron verdi. Neçə elektronu qaldı uşaqlar? 10 elektronu qaldı. Yəni, buradan biz Y-in qiymətini tapdıq 10. Yəni, Y-in elektron sayı 10-dur. X-in də elektron sayı A-ya bərabər olduğu üçün Y-in də onda elektron sayı 10-a bərabərdir. Ancaq burada nəyə baxırıq? Bizdən X-in proton sayını soruşur. Biz baxırıq ki, Y müsbət yüklüdür. Yəni, elektronu vermişdir. X nədir bəs? X isə elektronu nə edib? Alıb. Yəni, X mənfi iyonu bir elektron alıb, yəni mənfi birdir yükü və onun elektronunun sayı olub 10. Almamışdan əvvəl onda neçə olacaq? 9 elektron olacaq və elektron da protona bərabər olduğu üçün də 9 da nə olacaq? Protonu olacaq. Cavabımız olur Y variantı. Sonra keçirik 3-cü suala. Bizə belə bir Euler-Venn diaqramı veribdir və birində xlor iyonudur, birində isə kükürt iyonudur. Gəlin onlara uyğunlaşdıraq. Deyir, 16 protonu var. Baxırıq ki, burada kükürdün 16 protonu var, yəni 1 gedir 2-yə. 18 neytronu var. 35-dən 17 çıxırıq, qalır 18. 32-dən 16 çıxırıq, qalır 16. Demək, bu nəyə aiddir? Xlora aiddir. Deyir, 18 elektronu var. Burada xlorun 18 protonu var, neytral halda. Demək, 18 elektronu olubdur. Ancaq bir elektron nə edib uşaqlar alıb? Demək, neçə elektron olub? 18 elektron olub. Kükürdün isə 16 protonu var. Demək, əvvəlcə bunun 16 elektronu olub. 2-dən elektron nə edib? Alıb. Demək, bunun da 18 elektronu var. Onda 3 hara gedir? Elə 3-ə. Sonra deyir ki, aniyondur. Aniyon nəyə deyirdi uşaqlar? Mənfi yüklü iyona biz aniyon deyirdik, müsbət yüklü iyona isə katyon deyirdik. Bunların hər ikisi mənfi olduğu üçün birinin yükü mənfi 1-dir, bir yazılmır, sadəcə mənfi yazılır. Birininki isə mənfi 2-dir. Ona görə də bunun hər ikisi nədir? Aniyondur. Yəni, mənfi yüklü iyona biz deyirdik aniyon. Cavabımız hansı uyğun gəlir? 3, 4, 2-yə, demək 3, 4, 2-yə 1 cavabımız uyğun gəlir B. Dördüncü suala baxırıq. Dördüncü sualda demək bizə X 3 müsbət iyonu verib, elektron sayı 10-dur. Demək, uşaqlar, X 3 elektron verəndən sonra elektronu 10 olub. Demək, onda əvvəlcə neçə elektronu var imiş X iyonunun? 13 elektronu var imiş də, verməmişdən əvvəl 13 elektronu var imiş, verib 10 qalıb. Onda demək 13 elektronu var imişsə, demək onda X-in 13 dənə də nəyi var imiş? Protonu var imiş. Deyir, neytronu isə 14-dür. Kütlə ədədini tapın. Biz də deyirdik, kütlə ədədi nə ilə nəyin cəminə bərabərdir? Protonla neytronun cəminə bərabərdir. Protonunu tapdıq 13-dür. Neytron da özü verib 14. Toplayıq neçə eləyir kütlə ədədi? 27. 5-ci suala baxırıq. Hidrogen izotopu verib, X, Y, Z izotopu. Biz bilirdik ki, hidrogen neçə izotopu var uşaqlar? 3 izotopu var. Protium, deuterium, tritium.
Protium hansı idi? 1-də 1 izotopu, 1-də 2 izotopu, 1-də 3 izotopu. Demək bu protium idi, bu deuterium idi, bu da tritium idi. İndi bizdən soruşur neytron sayı. Neytron sayı protiumun demək kütlə ədədi 1-dir, bir dənə də protonu var. Kütlə ədədindən protonu çıxanda qalır 0 neytronu. Demək bu Z-imiz bizim nə oldu? Protium. Sonra gəlirik ikinci, 2-dən 1 çıxanda qalır 1. Demək, deuteriumun neçə protonu var? Bir dənə neytronu var. Bir neytronu, bir protonu var. Ona görə də Y olur nə? Deuterium. Sonra tritium isə kütlə ədədi 3-dür. Bir dənə protonu var. 3-dən 2 çıxırıq, qalır 2. Demək, 2 dənə də nəyi var? Neytronu var. Demək, onda X-də nədir? Tritiumdur. Baxırıq. X tritium. Demək, tritium, sonra deuterium, sonra protium cavabımız uyğun gəlir A variantına. 6-cı testə baxaq. Atomlar verilib və kütlə ədədləri neytron sayıları verilib. Bizə deyir izotopları tapın. İzotop axı nə ilə bitdi uşaqlar? Bu hərfinə. Demək, nələrinin sayı bərabər olacaq? Protonlarının sayı bərabər olacaq. İndi burada kütlə ədədi yenə deyirik ki, nə ilə nəyin cəminə bərabərdir? Protonla neytronun cəminə bərabərdir. Bizə neytron verib protonları tapmalıyıq. Kütlə ədədindən nəyi çıxırıq? Neytronun sayını çıxırıq. 33-dən 17 çıxanda neçə qalacaq? Qalacaq neçə neytron eləyir? 14. Eləmi? Yox, 14 eləyir. 13-dən 16. 16 eləyir. 33-dən 16 çıxanda 17 eləyir. 34-dən 18 çıxanda yenə 14-dən 8 çıxanda 16 eləyir. 38-dən 20 çıxanda 18 eləyir. Demək, Z-lə X-in hər ikisinin 16 protonu olduğu üçün Z-lə X nədir uşaqlar bir-birinə izotopdular. 7-ci testə baxırıq. Bizə 2 dənə ion verib. Biri X 4 müsbət iyonu, biri isə X 2 mənfi iyonu. Yəni, hər ikisi eyni elementində. Burada X 4 dənə elektron verib, burada isə 2 elektron alıbdır. Deyir, protonlarının sayı eynidir. Yəni, bunun hər ikisi X elementi olduğu üçün aydın məsələdir ki, protonlarının sayı eyni olacaq. İndi deyir ki, X 4 müsbət iyonunun elektron sayını tapın. Biz bura yola hardan çıxırıq uşaqlar? Bax, bu 18-dən bizim əlimizdə olan dəqiq məlumat bunun elektron sayıdır. Biz baxırıq ki, X 2 elektron alanda elektronu 18 olubdur. Bax, X 2 elektron alıb, olub elektronu 18. Demək, almamışdan əvvəl neçə elektronu var imiş? 16 elektronu varmış. Demək, 16 elektronu varsa, demək, 16-da nəyi var imiş? Protonu var imiş. Onda demək, A-nın qiyməti nədir? 16. Aha, indi burada isə 4 elektron nə edib uşaqlar? Verib. Yəni, birincidə 4 elektronu verib və bunun 16 neytral halda 16 protonu varsa da 16 da demək, elektronu var. 4-ünü verəndən sonra neçə qalacaq? 12 qalacaq. Demək, neçə elektronu olub? X4 müsbət iyonunun 12 elektronu olub. 8-ci testə baxırıq. X2 mənfi iyonudur. Elektron sayı demək 18-dir. Bayaq bundan birinə yenə əvvəlki testlərdə baxdıq uşaqlar. Demək, nə idi burada? 2 dənə elektron almışdı, 18 olmuş. Demək, almamışdan əvvəl neçə elektronu var imiş? 16. 16 elektronu var, 16 da neytronu var. Kütlə ədədini soruşur. Kütlə ədədi də protonla neytronun cəminə bərabərdir. Bunun neytral halda 16 elektronu olanda 16 proton olur, 16 neytron. 16 ilə 16-nı toplayır. Kütlə ədədi neçə olur uşaqlar? 32 olur. Cavabımız olur Y variantı. Sonra gəlirik 9-cu testə. Bizə X elementi verib və proton sayı A-dır. Demək, kütlə ədədi isə B-dir. Deyir ki, proton sayı neçədir uşaqlar? 13-dür. Neytron sayı 14, kütlə ədədi 27. Gəlin baxaq. Demək, kütlə ədədi 27. 27-dən də 13 çıxanda 14 qalır. Demək, bu doğrudur. Bizdən nəyi soruşur? Deyir, A ilə B-ni müəyyən edin. Demək, A-mız nə idi bizim? Proton sayı. Proton sayını tapdıq ki, 13-dür. 13. Kütlə ədədi nədir? 27. Yəni ki, hansı bizdən buradan soruşur ki, yəni sağ tərəfdə, sol tərəfdə aşağıda duran, sol tərəfdə yuxarıda duran nəyi göstərdi? Biz də demişdik, sol tərəfdə aşağıda duran proton sayıdır, sol tərəfdə yuxarıda duran kütlə ədədidir və burada yazdığımız müsbət mənfili olan ədədlər isə uşaqlar nə idi? Yükü idi. 10-cuya baxırıq. Demək, bizə Y iyonunu verib. Demək, üçün deyir, hansı ifadələr doğrudur? Kationdur, bəli, müsbət yüklü iyondur, kationdur. Müsbət yüklü iyonlara biz kation deyirik. 53 elektronu var. Xeyr, uşaqlar, bunun 50
3 elektronu yoxdur. Bunun 26 protonu var. Demək neytral halda 26 da elektronu var imiş. Ancaq 3 dənə elektron nə edib verib? Demək neçə elektronu var? Elektron sayı 23 imiş. Yəni 53 deyil. Ona görə 2 nədir? Səhvdir. 30 neytronu var. Neytronu necə tapırdıq? Kütlə ədədindən çıxırdıq. Proton sayı 30 neytronu var. Ona görə bu doğrudur. Kütlə ədədi 26-dır. Xeyr, kütlə ədədi 56-dır. Ona görə bu da nədir? Səhvdir. Cavabımız olur hansı? 1 ilə 3 doğru B variantı. 11-ciyə baxırıq. X, Y iyonları verib. X 2 elektron alıb, Y isə 2 elektron verib. Deyir, bunlar üçün ümumi olan nədir? Proton sayıları. Baxırıq, bunun 16 protonu var, bunun 20 protonu var. Demək, bu eyni deyil. Neytron sayıları 32-dən 16 çıxanda 16 qalır. 40-dan da 20 çıxanda 20 qalır. Ona görə neytron sayıları da eyni deyil. Elektronuna baxaq uşaqlar. Bunun 16 protonu varsa, demək 16 da nə olub? Elektron olub. Ancaq 2 elektron alıb, olub 18 elektronu. Y-ə baxırıq, 20 protonu var. Demək, başdan 20-də elektron olub. Ancaq 2 elektron nə edib? Verib. Demək, neçədən elektronu qalıb? 18 elektronu qalıb. Demək, hər ikisi üçün ümumi olan elektron sayıları eynidir. Kütlə ədədinə baxırıq. Birinin kütlə ədədi 32-dir, birininki 40-dır. Ona görə bu doğru deyil. Nüvəsinin yükü proton sayı deməkdir da elə. Bunun 16-dır, bunun da 20-dir. Ona görə bu da nədir? Doğru deyil. Cavabımız olur C variantı. 12-ci testə baxırıq. Demək, bizə X elementi verib, iyondur daha doğrusu, mənfi yüklü, yəni 1 elektron almış və deyir kationdur və xeyr, bu aniondur, çünki mənfi yüklü iyondur. Mənfi yüklü iyona biz anion deyirik. Aniondur, ikinci doğrudur. 36 elektronu var. Bəli, uşaqlar, normal halda 35 protonu, 35 elektronu olur. Ancaq bu mənfi yüklü olduğu üçün 1 elektron alıb və olub o elektronun sayı neçə? 36. Çünki 35 idi, birinin aldı 36 oldu. 45 neytronu var. Neytronu necə tapırıq uşaqlar? Kütlə ədədindən protonunu çıxırıq. Neytronu 80-dən 35-ə çıxanda 45 qalacaq. Bu da doğrudur. 80 protonu var. Xeyr, 80 kütlə ədədidir. Cavabımız olacaq nə? 2, 3 və 4. Hansı uyğun gəlir? 2, 3, 4 A variantı. 13-cü testə baxırıq uşaqlar. Demək, bizə yenə 2 dənə iyon verib. Biri X2 müsbət iyonudur. X2 müsbət iyonudur. Biri isə Y nədir? 2 mənfi iyonudur. Yəni, bu Y 2 elektron alıb, X 2 elektron verib. Deyir, elektron sayı. Biz baxırıq ki, bunun 16 protonu var. Demək, əvvəldən olub 16 elektron, ancaq yük 2 mənfi olduğu üçün 2 dənə elektron alıb. Demək, elektron neçə olub uşaqlar? 18. Demək, onda X2 müsbət iyonun da 18 elektron var. Çünki ikisi də A-dan bir-birinə bərabərdir. Yəni. Ancaq biz baxırıq ki, X2 müsbət iyonu 2 dənə elektron verib. Gəlin görək bizdən nəyi soruşur. Deyir, X atomunda 20 neytron olarsa onun kütlə ədədini hesablayın. Aha, biz buradan protonu tapmalıyıq ki, kütlə ədədi nəyə bərabər idi? Protonla neytronun cəminə. Neytronu deyir özü 20-dir. İndi biz protonu tapmalıyıq. Baxırıq ki, bu 18 elektronu 2 elektron verəndən sonra olub. Demək, başda neçə elektronu var imiş? 20. Demək, 20 elektronu var imişsə neytral halda. Demək, onda protonun sayı neçədir? 20-dir. Ona görə də protonla neytronun cəmi bizə verir bunun kütlə ədədi. O da neçəyə bərabər olacaq uşaqlar? 40-a bərabər olacaq. 14-cü testə baxırıq. X2 mənfi iyonunda olan elektronların sayı, yəni bilmirik bunda neçə elektron var. Ancaq deyir ki, Y 3 müsbət iyonunda olan elektronların sayından 3 vahid azdır. Gəlin görək, bunda neçə elektron var ki, X-də ondan 3 vahid azdır. Bax, bunun 24 protonu var. Demək, başdan da 24 elektron olub. Ancaq 3 dənə elektronu nə edib? Uşaqlar verib. Demək, onda 24 idi. 3-ünü verdi, neçəsi qaldı? 21 qaldı. Demək, Y-in 21 elektronu var. Ancaq X2 mənfi iyonunun isə elektronları ondan 3 vahid azdır. Yəni, 21-dən 3 vahid az neçə deməkdir? 18 deməkdir. Yəni, X-in 18 nəyi var uşaqlar? 18 elektronu var. Aha, bizdən nə soruşur? Bizdən soruşur ki, X atomunun 18 neytronu olarsa onun kütlə ədədini tapın. Kütlə ədədi nəyə bərabərdir? Yenə deyək, protonla neytronun cəminə bərabərdir. 18 neytronu var. Biz burada tapdığımız 18 uşaqlar bunun elektron sayı idi. Yəni, elektron sayı bunun elektronundan 3 vahid az idi. Bunun elektron sayı 21 idi. Tapdıq ki, bununki də 18-dir. Ancaq bizdə proton sayı lazımdır. Çünki kütlə ədədi protonla neytronun cəminə bərabərdir. İndi X-a baxırıq. Bax, bu 2 elektron alıb 18 olub. Demək, əvvəldən neytral halda onda neçə elektronu var imiş? 16 elektronu var imiş. Demək, onda da proton sayı neçə olacaq uşaqlar? 16 olacaq.
Demək, onda 16 ilə 18-i toplayırıq. Kütlə ədədi nəyə bərabərdir? 34-ə bərabərdir. 15-ci testə baxırıq. Bizə hidrogenin 3 dənə izotopunu verib uşaqlar. Adlarını soruşur. Bunun protiumdur, bu deuteriumdur, bu da tritiumdur. Deyir kütlə ədədi. Kütlə ədədi ilə burada protium nə idi? 1-də 1 idi. Kütlə ədədi 1-ə bərabərdir. Deuterium nə idi? 1-də 2 idi. Kütlə ədədi 2-yə bərabərdir. Tritium da 1-də 3 idi. Kütlə ədədi nəyə bərabərdir? 3-ə bərabərdir. 16-cı testə baxırıq. Demək, bizə ionlar verib. Deyir elektron sayı, proton sayı. Demək, elektron 10-dur, protonu isə 9-dur. Demək, bunun X-in əgər 9 protonu varsa da, 9 da nəyi olmalıdır uşaqlar? Elektronu olmalıdır, düzdürmü? Ancaq elektronu 10-dur. Demək, mənfi 10-dur elektron. Demək, bir dənə elektron nə edib bu? Alıb. Demək, yükü nədir? Mənfi 1-ə bərabər. Demək, bunun yükü nə oldu? Mənfi 1. Aha. İndi ikinciyə keçirik. Demək, deyir ki, protonu 16-dır Y-in. Demək, Y-in protonu neçədir uşaqlar? 16. Demək, 16 da nə olmalıdır? Bunun elektronu olmalıdır. Ancaq yükü 2 mənfidir. Yəni, 2 dənə elektron nə edib? Alıb. Onda demək, neçə elektron olub? 18 elektron olub. Mən indi burada çıxaq yazıram. Ona görə ki, elektron mənfi yüklüdür da. Yəni, mənfilər toplanacaq, olacaq 18 elektronu. Demək, onda birincinin elektron sayı Y-in neçəyə bərabər olacaq? 18-ə. Z üçün baxırıq. Elektronu demək nədir? 10-dur. Ancaq yükü 2 müsbətdir. Yəni, Z-in yükü 2 müsbətdir, elektronu 10-dur. Bu deməkdir, 2 dənə elektron verib 10 olub. Demək, verməmişdən əvvəl neçə elektron olmalıymış? 12. Demək, 12 elektronu var imişsə, 12 dənə də nəyi var uşaqlar? Protonu var, neytral halda. Sonra keçirik 17-ci testə. Demək, uyğunluğu deyir, müəyyən edin. Bizə xlor verib, mənfi yüklü iondur xlor. Burada isə neytraldır, yəni yüksüzdür. İndi bizdən soruşur ki, uyğunluğu tapırıq. 18 elektronu var. Baxırıq ki, 17 protonu var. Ancaq demək 17 elektronu olub da əvvəldə. Ancaq bir dənə elektron alıb. Demək, bunun elektronu nə olub? Olub 18. Bu buna uyğun gələcək. Ancaq bunun elə 18 protonu var, 18 elektronu var. Çünki neytral atomda üstündə heç bir yük yoxdur. Nə elektron verməyib, nə elektron almayıb. 20 neytronu var. Demək, 35-dən 17 çıxırıq. Nə qalır uşaqlar? 18 qalır. Bunun demək neçə neytronu var? 18 neytronu var. 37-dən 17 çıxırıq. Bunun neçə neytronu var? 20 neytronu var. Demək, bu hansına uyğun gələcək? Onda 3-cüyə. Sonra deyir ki, 17 protonu var. Hər ikisinin 17 protonu var. Ona görə C ikinciyə uyğun gələcək. 16 elektronu var. 16 elektron. 16 elektronu hardan tapdıq bayaq biz? Heç birinin 16 elektronu yoxdur. Yəni, bu səhvdir. Heç birinə uyğun gəlmir. Sonra aniondur. Bunun anion olan budur. Çünki mənfi yüklü iondur. Aniondur. Ona görə bu da gedir nəyə? Burada ilə 18 yazmışam A yazmaqdan. Demək, buna A getdi. Bir də Y getdi. C 17 proton hər ikisinə getdi. B 20 neytron gedir. Yalnız 17-də 37 xlor izotopuna. Sonra situasiyamıza baxaq uşaqlar. Demək, bizə belə bir situasiya verilib. Yəni, bir X elementi verilib. Buradan aydın şəkildə yazaq. Yükü 2 müsbətdir. Kütlə ədədi 64-dür. Bizə deyir 27 elektronu var. Yəni, bunun 27 elektronu var. 2 elektron da neyini uşaqlar verib? Demək, verməmişdən əvvəl neçə elektron olmalıymış? 29 elektron olmamış. Demək, bunun proton sayı neçədir? 29-dur. Yəni, neytral olanda bir-birinə bərabər olur demişik. İndi 18-cidə deyir ki, X müsbət ionun elektron sayını tapın. Yəni, burada X 2 elektron verib 27 olub. Əgər X müsbətsə, demək 1 elektron vermiş olacaq da, onda elektron neçə olacaq? Yəni, burada X müsbət ionunda 29 protonu varsa 29 elektronu var, ancaq müsbət 1-də 1 elektron vermiş olur. Onda neçə elektron olur? 28 elektron olur. 18-in cavabı olacaq 28. 19-cu testimizdə deyir, X atomunun protonlarının sayını yazın. X atomunun protonlarının sayını biz əvvəldən tapmışıq, 29-dur. Sonra deyir ki, X atomunun neytronlarının sayını hesablayın. Neytronlarının sayı, uşaqlar, 64-dən çıxırıq 29-u. Elə burada çıxaq. Demək, neçə qalsa, o bizim nəyimizdir? Neytronların sayıdır. O deyilir 35. Demək, neçə neytronu var? 35 neytronu var. Sonra elə bu qədər 20 testimiz var idi.